LED texnologiyası elektrik enerjisini birbaşa işığa çevirən yarımkeçirici əsaslı işıqlandırma texnologiyasıdır. Bu texnologiya məhz sadə quruluşu və kompakt dizaynı ilə geniş yayılmışdır. LED-lər kiçik ölçüdə güclü işıq vermək imkanına malikdir və müxtəlif dizayn və tətbiqlərdə rahat uyğunlaşdırıla bilir. Buna görə də son illərdə həm məişətdə, həm sənayedə, həm də şəhər işıqlandırılmasında geniş tətbiq olunur. Ənənəvi lampalar işıq yaymaq üçün müxtəlif dolayı üsullardan istifadə edir. Məsələn, közərmə lampalarında telin qızdırılması, fluoresan lampalarında isə qaz boşalması nəticəsində işıq yaranır. Bu o deməkdir ki, bu proseslər zamanı elektrik enerjisi işıqlandırmadan başqa məqsədlər üçün istifadə edir. Yəni, dolayısıyla işıq israf olunur. Bu texnoloji fərq LED lampalarını daha kompakt, daha stabil və daha səssiz işıq mənbəyinə çevirir. Enerji səmərəliliyi eyni işin daha az enerji ilə görülməsidir. LED-lər bu baxımdan ən müasir texnologiyadır. Çünki aşağı güc ilə yüksək enerji və işıq axını təmin edilir. Məsələn, 8-10 vatlıq LED lampaları 60 vatlıq közərmə lampasına bərabərdir. Praktik olaraq bu o deməkdir ki, LED-lər elektrik enerjisi sisteminə yükü azaldır, pik istehlakı aşağı salır və bununla da enerji səmərəliliyinə nail olunur. LED lampalarına keçid elektrik enerji sərfiyyatında real və ölçülə bilən təsirlərə malikdir. Bu, həm fərdi istifadəçi, həm də ümumi enerji sistemində aydın görünür. Əgər bütün lampalar LED lampaları ilə əvəz olunarsa, bu enerji xərclərini 8-12% aşağı salır. LED lampalarının uzun ömürlü olması da bu təsirləri artırır. Sadə dillə desək, 7 il istismar müddəti olan bir LED lampa 5 ay istismar müddəti olan 17 ədəd közərmə lampasına bərabərdir. Bu isə daha az istehsal, daha az texniki xidmət və daha az tullantı deməkdir. Yəni, dolayısı yolla enerji sərfiyyatı da azalır. LED lampalarının orta qiyməti közərmə lampalarına nisbətən daha baha olsa da, onların istismar müddətinin çox olması və yəni il ərzində lampaların az-az dəyişilməsi xərcləri nisbətən aşağı salır. Eyni zamanda LED lampalarının enerji istehlakı istismar müddəti ərzində cəmi 105 kWh təşkil edirsə, közərmə lampalarında bu rəqəm 900 kWh-dır. Yəni, enerji xərclərini cari enerji tarifləri ilə hesablasaq, bu LED lampalarında 8,8 azayın, közərmə lampalarında isə 75,6 azayın təşkil edəcək. Eyni zamanda stabil və planlaşdırılan xərclər zamanı LED lampalarının uzun ömürlü olması ailə büdcəsinin formalaşdırılmasında onları gözlənilməz xərclərdən azad edir. LED lampalar ətraf mühitin qorunmasında birbaşa və dolayısı yollarla mühüm töhfələr verməkdədir. Belə ki, LED lampalarından istifadə zamanı enerji istehlakı az olur, bu isə daha az enerjidən istifadə, yəni daha az yanacağın yandırılması və dolayısıyla karbon emissiyalarının azalması deməkdir. LED lampalarının tərkibində civə və digər toksiki maddələr yoxdur. Bu isə onları daha təhlükəsiz işıq mənbəyinə çevirir. Eyni zamanda LED lampalarının utilizasiyası zamanı torpağa və suya hər hansı bir risk yaranmır. LED lampalarının uzun ömürlü olması onları məişət tullantılarının da azalmasına gətirib çıxardır. Düzgün seçilib istifadə edildikdə LED lampaları sağlamlıq üçün ən təhlükəsiz işıq mənbəyi sayıla bilər. LED lampaları infraqırmızı və ultrabənövşəyi şüa yaymır. Bu da dəri və gözlər üçün xüsusi bir risk yaratmır. Eyni zamanda onların titrəməsiz işıq saçması göz yorğunluğu və baş ağrısını da aradan qaldırır. LED-lər qızmır və bununla da yanıq riskini azaldır. Bu isə onların uşaq otaqlarında tətbiqini xüsusi əhəmiyyətlidir. LED lampalarından istifadə zamanı düzgün rəng temperaturunun seçilməsi tövsiyə olunur. Yataq otaqlarında
İstirahət zonalarında ideal olan isti ağ işıqdan istifadə, mətbəxdə, ofisdə, iş otaqlarında konsentrasiya üçün əhəmiyyətli olan neytral ağ işıqdan istifadə və fasilə zonalarında, məsələn, koridorlarda isə soyuq ağ işıqdan istifadə olunması daha məqsədə uyğundur. Keyfiyyətsiz məhsulun seçilməsi və titrəyən ledlərdən istifadə tövsiyə olunmur.